Mənim Salyanımın gözəl əhalisi, bir də ki, gözəl qonaqlarımız. Hamını salamlayıram ilk növbədə. Qardaş, sabahdan etibarən, yəni sabah ayın 30-udur. 30 martdan etibarən hamını Asan Xidmətin kafesinə dəvət edirəm. Bax, bir dənə qardaşım, çək zəhmət olmasa buraları. Hər növ yeməklərimiz ən əsası da, ən keyfiyyətli ərzaqlardan ən gözəl şəkildə, qardaş, hamısı sveji formada burada hazırlanır. Bax, şirniyyatlarımız da var, bunlardan yanaşı. Qəşəng ev üsulu qutabımız, piraşkimiz, hamısı burada isti-isti pişir, qardaş. Təqdim olunursa, böyrəyin acıqasız adı hamısı öz yerində, səliqəli formada. Bir də ki, mən sizə nəyi demək istəyirəm? Səlyanda heç yerdə olmayan, mən bir dənə yenilik gətirmişəm sizin üçün. O da nədir? Qardaş, o türklərin məşhur bravo, noxuddur, burada qəşəng toyuqlu zadlı tavuk pilavı var. Mən gətirmişəm o sizin üçün. Ki, gəlib yeyəsiz, qardaş. Həm qardaş, bunu idman eləyənlər, məşq eləyənlər yeyə bilər ki, kalorisi azdır. Ləzzətli yeyirsən, səni tox saxlayır, kalori zad da vermir. Hamını gözləyirəm inşallah. Həftənin hər günü, fərqi yoxdur. Bazar, altı, hamısı işləyir. İnşallah irəliləyən zamanlarda daha yeniliklərlə, fərqlilərlə qarşınızda olacaq. O heç öz yerində. Душа, любовь моя навеки, ты даришь счастье сердцу моему. Хочу сказать. Əzizlərim, gəldiniz, girdiniz içəri, yeməklərinizi seçdiniz orada maraqlı. Gəldin, əyləşdin bu maraqlı interyerdə, səliqəli, gözəl. Yəni, bilsən necə əzizim, komfortludur da, hər şey səliqəlidir. Gəldin, əyləşdin, qəşəng səliqəli burada yeməyi yedin, çıxdın, getdin. Bir də o da qeyd edeyim ki, yemək indi elə adam olur ki, misal üçün fast food sevir də, yəni durub getmək istəyir, tez yeyib getsin. Maraqlı brava, ürək üstəyən kimi şaurmamız da var. Gəlirsən, əyləşirsən, qəşəng səliqəli şaurma düzəldib, gətirib qoyuruq səyəcək. Yeyirsən, durub çıxıb getsən. Gəlin, hər kəs gəlsin, bu gözəlliyin heç olmasa bir dəfə dadına baxsın. Qarşıdan onsuz isti havalar gəlir, qəşəng yay fəslində, qardaş. Yorğun iş gününün sonunda dincəlmək üçün ən ideal məkan. Gəlirsən, əyləşirsən, maraqlı çayın, şirniyyatın, marojnası, digər atışdırmalıqlar hamısı olacaq. Ürəyiz buz kimi olsun, hamısı olacaq. Gəlirsən, əyləşirsən, səliqəli burada yeyirsən, içirsən, dostla, yoldaşla deyib gülürsən, səliqəli formada dincəlib çıxıb gedirsən. Yəni, hər cür şərait var. Yaxınlaşın, əsas odur ki, gününüzü səliqəli formada bitirin burada.